Parisin Sputnik Azərbaycan agentliyinin ofisində keçirdiyi əməliyyat vaxtı saxlanılanlar var. Yeni Sabah Azapaya istinadla məlumat verir ki, din əməliyyatı vaxtı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bu agentlikdə çalışan 2 əməkdaşı saxlanılıb. Bugün səhər saatlarından etibarən din Sputnik Azərbaycanın Bakıdakı ofisində əməliyyat keçirir. Qeyd edək ki, Rusiyanın Rossiyasiya Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən Sputnik Azərbaycan agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul edilib. Məlumatda qeyd edilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədi ilə qəbul olunub. Başqa sözlə Sputnik Azərbaycanın Bakıda çalışan jurnalistlərinin sayı Azərtacın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq. Ancaq Sputnik Azərbaycan redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Rusiya Federasiyası ilə bağlı mədəni tədbirləri ləğv etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Biz bu cür qərarlara ürəkdən təəssüflənirik. Azərbaycan tərəfinin fikrincə bu cür demarşlara səbəb olmuş hadisələrin səbəblərini və mahiyyətini izah etmək üçün işlərin davam etdirilməsi vacibdir, deyə Peskov qeyd edib. Onun sözlərinə görə hüquq mühafizə orqanlarının fəaliyyəti ilə bağlı məsələlər belə bir reaksiyaya səbəb ola bilməz və olmamalıdır. Biz Azərbaycanla yaxşı münasibətləri daha da inkişaf etdirməkdə maraqlıyıq, deyə Kremlin sözçüsü qeyd edib. Peskov həmçinin deyib ki, hazırda Rusiya prezidenti Vladimir Putinin gündəliyində Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı nəzərdə tutulmur. Bununla belə zərurət yaranarsa, belə bir söhbətin qısa müddətdə təşkil edilə biləcəyini bildirib.